qarşısındayıq. Dünyanın böyük güclərinin torpaq sevdasından, bunun üçün ən təhlükəli addımları çəkinmədən atma cəsarətlərindən, müharibə anonslarından, bütün bunların fonunda isə səsi batan sülh danışıqlarından xəbər verəcəyik. Bugün də sualımız dəyişməz olaraq qalır. Nə baş verir? Yaxın bir saat ərzində ölkə və dünya gündəmindəki hadisələri təhlil edəcəyik. Bələdçinizdə mən olacağım, Jale Həsənli. Davam edirik. Digər informasiyalarımızla bir süjetimiz də olacaq. Bu da İranla təbii ki Birləşmiş Ştatlar münasibətlərindən danışacaq. İran Birləşmiş Ştatlarla aprelin 12-sində dediyimiz kimi Omanda keçiriləcək danışıqlarda müvəqqəti nüvə sazişinin müzakirəsini təklif eləyə bilər. Bu barədə Axios portalı öz mənbələrinə isnadən məlumat yayıb. Onlar bildiriblər ki, İran rəsmiləri mövcud gərginliyin qarşısını almaq üçün belə bir həll variantı tapıblar. Amerikalılar deyirlər ki, İranın nüvə silahı olmamalıdır. Biz təkidlə təkrar edirik ki, nüvə silahı bizim üçün maraqlı deyil. Deməli, Amerikalıların yeganə tələbi İranın nüvə silahına malik olmamasıdırsa, bizim yeni sazişimiz olacaq. Bunu isə İran Xarici İşlər Nazirinin siyasi məsələlər üzrə müavini Məcid Taxt-Rəvançi bildirib. ABŞ İranın təklifləri ilə razılaşacaqmı? Analitiklər hesab edir ki, həm Birləşmiş Ştatlar, həm də İran istəsə, mövcud problemləri hərbi deyil, diplomatik yolla həll edə bilərlər. Necə? İzləyək. İran rəsmiləri hesab edir ki, nüvə sazişi ilə bağlı qoyulan tələblər texniki cəhətdən mürəkkəbdir və onların həlli üçün ayrılan 2 ay kifayət deyil. Axios portalının etibarlı mənbələrə istinadən əldə etdiyi məlumata görə Tehran Oman görüşündə Vaşinqtona hərtərəfli saziş üzrə danışıqları davam etdirməzdən əvvəl müvəqqəti nüvə sazişi üzərində işləməyi təklif etmək istəyir. İran'ın olabildiğince uzatmaya çalışacağı yönünde beklentiler kuvvetle muhtemel görülmektedir. Çünkü İran'ın buna ihtiyacı vardır. İran olası Amerika ve İsrail saldırılarına karşı kendisine Rusya ve Çin gibi müttefik arayışı sürmektedir. Zira geçtiğimiz gün Moskova'da İran, Rusya ve Çin heyetlerinin bir görüşme gerçekleştirerek İran ve İsrail saldırılarına karşı neler yapılabileceği ve İran'ın nükleer silah ve uranyum zenginleştirme çalışmalarında uluslararası hukuka nasıl kılıf olarak uydurulabileceği yönündeki görüşmeler olduğu da unutulmamalıdır. Müvəqqəti razılaşma Tehranın uranın zənginləşdirilməsi üzrə bəzi işlərinin dayandırılmasını, onun 60% zənginləşdirilmiş uran ehtiyatının azaldılmasını və BMT müfəttişlərinin ölkənin nüvə obyektlərinə daha geniş çıxışını əhatə edə bilər. Analitiklərin qənaətinə görə İran həmçinin Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpdan İran iqtisadiyyatına maksimum təzyiq kampaniyasını dayandırmağı tələb edə bilər. Fikrimcə İran çalışacaq ki, nə hərbi, nə də diplomatik toqquşma olmasın. Amerikada bunu nə qədər tez başa düşsələr, İrana məqbul şərtlər təklif ediləcəyini görəcəyik. Reallığa gəlincə, İranın sülh və hərbi nüvə proqramının məhdudlaşdıracağına inanmıram. Çünki bu həm də İran müstəqilliyi deməkdir. Tehranda da buna həssas yanaşma var. Bura texnoloji və hərbi müstəqillik də daxildir. Liviya təcrübəsi göstərdi ki, nüvə silahına malik olmayan dövlət özünü müdafiə etmək iqtidarında deyil. İran rəhbərliyi iqtisadi sanksiyaların ən azı qismən və ya simvolik olaraq yumşaldılmasında da maraqlıdır. Çox güman ki, İran və Amerika Birləşmiş Ştatları bəzi fikir ayrılıqlarından sonra bəzi məsələlərdə razılığa gələcəklər. Bu da iki dövlət arasında çox kiçik kompromis demək olacaq. Ama hələlik bütün bunlar çok aktual değil. İran kendi gerçekliğini, Amerika'da kendi gerçekliğini ve taleplerini ortaya koyacak bir diplomasi mücadelesi, bir diplomasi bilek güreşi söz konusu olacak. İran bu bilek güreşinde dünya ile entegre olmak adına daha tavizkar bir görüntüde olacak. Hatta Amerika'nın İran'dan istediği belki de bu gerginlik ortamında İran'ın kendi içinde bir değişim dönüşüme başlaması ve bunu başladığıyla ilgili de dünyaya bir gösterge işaret vermiş olması. İran Xarici İşlər Nazirinin siyasi məsələlər üzrə müavini Məcid Taxt-Rəvançi isə bildirib ki, Tehran Vaşinqtonla məhsuldar əməkdaşlığa Respublikadan əlavə heç bir iddia irəli sürmədən nüvə proqramından imtina etmək tələb olunduğu halda hazırdır.